Samux rayonunda aparılan meliorativ tədbirlər nəticəsində əkin sahələrindən bol məhsul əldə edilib. Bu işlər Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Samux Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi tərəfindən həyata keçirilib. İdarə Samux rayonu üzrə 29.462 hektar əkin sahələrinin suvarılmasına, 13.000 hektar qış otlaqlarına, əhalinin içməli və texniki suyunun verilməsinə xidmət edir. Bu xidmətlərin göstərilməsi üçün idarənin balansında olan 68,5 kilometr təsərrüfatlar arası kanallar, 658 kilometr təsərrüfat daxili kanallar fəaliyyət göstərir ki, həmin kanallar da mütəmadi olaraq lildən təmizlənir. Hal-hazırda rayon ərazisində 12.000 hektara yaxın taxıl bitki əkini səbsivar olunmuşdur. Birinci vegetasiya suvarılması başa çatmaq üzrədir. Bununla əlaqədar kanallarda lildən təmizləmə işləri aparılır. Texnikalar təsərrüfat daxili və təsərrüfatlar arası kanallarda lildən təmizləmə işləri aparılır. Mövcud əkin sahələrinə cari ildə suvarma suyunun verilməsi üçün idarənin balansında olan maşın mexanizmlər saz vəziyyətə gətirilib. Təmizlənməsi nəzərdə tutulan təsərrüfat daxili və təsərrüfat arası kanallarda lildən təmizləmə işləri aparılıb. Dolanışığımız torpaqdandır, əkin biçinlə məşğulam. Qardalı sahələrimiz var, qardalı əkirik, bir də qaratımız gedir, göz qavandadır, qardalı yerə naratı gedir. Taxılımızın birinci suvarması gedəcək qardalının dalında. Biz hökumətimizdən də çox razıyıq, cənab prezidentimizə çox təşəkkür edirəm ki, bizə bu şəraiti yaradıb. Onun təşəbbüsünə baxaraq biz bu işlə məşğul oluruq. Bizim kübrəmiz, yanacağımız, hamısı vaxtında suyumuz təmin olunur. Rayon ərazisinə daxil olan 430 su sayğacından yeni abonentlərə və müxtəlif səbəblərdən sıradan çıxmış sayğacların dəyişdirilməsinə 384 ədəd su sayğacı istifadə olunub. Cari ildə Seydlər gölündə yeni nasos stansiyanın qurulması üçün agentlik tərəfindən nasos və abanalıqlar verilib və nasos stansiyaların qurulması bərpa edilib. Hal-hazırda gördüyünüz kimi idarənin balansında olan Allatdad, Xanaq, Dərinaq, Dilanaş kanallarından 50 ildən təmizlənmə, köl-kösdən təmizlənmə işləri aparılır ki, əkin sahələrinə suvarma suyunun maneəsiz ötürülməsini həyata keçirilsin. Bundan başqa idarə tərəfindən rayon mərkəzinə içməli su ilə təmin edilir. Mərkəzi su anbarından 24 saat fasiləsiz su verilir. Qeyd edək ki, 2026-cı ildə görülməsi nəzərdə tutulan əsaslı və cari təmir işlərindən 8 ədəd subartezian quyularının əsaslı təmiri üçün layihə smeta sənədləri hazırlanaraq aidiyyatı üzrə agentliyə təqdim olunub. Eyni zamanda suvarma suyunun maneəsiz axıdılması üçün kanallarda betonlama işlərinin görülməsi nəzərdə tutulur.